ABŞ ilə Avropa İttifaqı arasında uzun müddətdir davam edən ticarət gərginliyi gözlənilməz dönüşlə yeni mərhələyə keçdi. Prezident Donald Trump'ın Avropa mallarına 50%lik tarif tətbiq edəcəyi ilə bağlı sərt təhdidindən müvəqqəti olaraq geri çəkilməsi Brüsseldə danışıqlar üçün fürsət kimi dəyərləndirildi. Bu qərar bazarları qismən sakitləşdirsə də tərəflər arasındakı əsas fikir ayrılıqları aradan qalxmayıb. Trump bildirib ki, iyulun 9-na qədər razılaşma əldə olunmalıdır. Ancaq bu, problemin həlli deyil, sadəcə gərginliyin ötürülməsidir. Bu vəziyyət dünya iqtisadiyyatının iki əsas lideri arasındakı münasibətlərin nə qədər həssas olduğunu, eyni zamanda qlobal ticarət sisteminin hansı real təhdidlərlə qarşı-qarşıya qaldığını açıq şəkildə ortaya qoyur. Vaxt azdır, mövqelər fərqlidir. Anlaşma əldə olunmasa, bu təkcə Avropa və ABŞ üçün deyil, bütün dünya üçün iqtisadi sarsıntı deməkdir. Qlobal sabitliyin taleyi indi dialoqdan keçir. Əks halda dünya iqtisadiyyatı daha dərin parçalanma riski ilə üzləşə bilər.